Gəl ay millət, gəlin görün burada nə tapmışam. Şükür sən, ay Allah, şükür. Nəhayət ki, mən də gəlmişəm dəniz kənarına, biraz istirahət eləyəcəm. İndi bəziləri fikirləşəcək ki, mehmanın başı tam gedib. Deyəcəklər ki, ay mehman, burada harada dəniz görürsən? Dəniz bilirsiniz haradadır? Hasarın o yanında. Bax, hasarlayıblar dənizi. Bizim o bəzi başıboş məmurlar bu dənizi hasarlayıblar. Amma biz bu günümüzə də şükür eləyək. Bilirsiniz deyə. Çünki bizə dəniz qumu saxlayıblar. Şükür, çox sağ olsunlar. Bax, görürsünüz, sonra deyirsiniz ki, bizim o vəzifədə oturanlar xalqın qayğısına qalmırlar. Görürsünüz, nə olar ki, dənizi hasarlayıblar, canı sağ olsun. Zato qumu bizə saxlayıblar. Deyiblər ki, kasıbdır da, kasıblar qoy biraz dincəlsin. Ya Allah, ya Allah. Oba! Super! Allah! Dənizin havasına bax. Buna bax, buna bax. Bir də buna bax. Yaxından çəkin. Xahiş edirəm, buna bax. Bax. Məmurlarımız dəniz qumunu hasardan bizə ötürürlər. İlk dəfədir bunu Azərbaycanda göstərirəm. Baxın, dənizi hasarlayıblar. Amma məmurlar bizə dəniz qumu verirlər. Baxın. Möcüzə, ay Allah, sənə qurban olum. Ay Allah. İmkan varsa su da göndərin, su. Dəniz suyundan, imkan varsa ondan da göndər. Baxın, ay dostlar. Baxın. Bax. Can. Təşəkkür edirəm sizə. Görən kimin bir də villasıdır. Kim hasarlayıb bunu? Kimdirsə, hansısa məmurdursa, çox vicdanlı adamdır, çox. Halaldır belə vicdanlı məmurlara. Xalqı unutmurlar. Buna bax. Qum resmen orada qum verirlər. Möcüzə. Allah. Of. Möcüzədir, möcüzələr dünyasıdır. Azərbaycan həqiqətən də möcüzələr ölkəsidir. Belə bir söhbət heç yerdə yox da. Dənizin qumu bax, hasardan bizə verilir. Öpürəm səni. Mənim haqqımı uğurluyursansa, mənə düşən neft payımı, qızıllarımı, sərvətimi, mənə düşən sərvətimi uğurluyursansa, halallığını verirəm sənə. Halallığını. Sən ki bizə bu qumu göndərsən, divarın o yanından, hasarın o yanından. Sənin qədrini biləcək bu xalq. Qədrini biləcək. Sən necə hasarlayıb.